Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə mütəmadi olaraq plastik cərrahiyyə xidmətləri ilə bağlı şikayətlər daxil olur. Vətəndaşlar iddia edirlər ki, əməliyyatdan sonra gözlənilən nəticə alınmır, cərrah onları qəbul etmir və ya səhvlərin düzəldilməsi üçün əlavə vəsait tələb olunur. Belə hallarla qarşılaşmamaq üçün plastik cərrahiyyə əməliyyatı etdirmək qərarına gələn hər kəs bu sadə qaydalara əməl etməlidir. Plastik cərrahiyyə əməliyyatı etdirmək qərarına gələn vətəndaş bir neçə məqamı məhz əməliyyatdan öncə müəyyənləşdirməlidir. Gəlin bu məqamlara birgə nəzər yetirək. Müraciət etdiyiniz özəl tibb müəssisəsinin plastik cərrahiyyə üzrə fəaliyyətinə icazə verilən lisenziya sənədini mütləq tələb edin. Əməliyyatı edəcək həkimin tibb işçilərinin 5 ildə bir dəfə əldə edəcəyi sertifikasiya şəhadətnaməsini, xüsusilə plastik cərrahiyyə fəaliyyəti üzrə olan sertifikasiya şəhadətnaməsini tələb edin. Səhiyyə Nazirliyinin rəsmi saytı səhiyyə.gov.az-a daxil olun. Burada plastik cərrahiyyə ixtisası üzrə icazə verilən həkimlərin siyahısından həmin həkimin adını tapmağa çalışın. Həkiminizin adı bu siyahıda yoxdursa, sağlamlığınızı ona həvalə etməyin. Unutmayın ki, bu siyahı dövrü olaraq yenilənir. Klinikaya ödənişi mütləq rəsmi qaydada edin. Həkimə fərdi qaydada ödəniş etməyin. Əldə etdiyiniz ödəniş qəbzi sonradan bəzi maliyyə məsələlərinin qanuni həllində vacib sübutdur. Əgər klinika sizə ödəniş qəbzini təqdim etməkdən imtina edərsə, dərhal 195 qaynar xəttinə məlumat bildirin. Əgər müəssisə və ya həkim yuxarıda qeyd edilən sənədləri təqdim etməkdən imtina edərsə və ya xidmətin keyfiyyətindən narazı qalsaz, Analitik Ekspertiza Mərkəzinə müraciət edin. Müraciətləriniz qanuni əsaslarla araşdırılır və zərurət yarandıqda plana-kənar yoxlamalar aparılır. Unutmayın, bu sadə qaydalara əməl etməklə sağlamlığınızı və maliyyənizi qoruyur, yalnız peşəkar və etibarlı mütəxəssislərə müraciət etdiyinizə əmin olursunuz. Özünüzü və yaxınlarınızı özlərini plastik və ya estetik cərrah adlandıraraq qanunsuz fəaliyyət göstərən şəxslərdən qoruyun.